Son mənzil bazarında qiymətlər necədir? 20.000 pul çıxdı. Ölsəm mən kim yer də götürəcək biabırçılıq. Qəbir yerləri ödənişsizdir. Bələdiyyələr təmin etməlidir. Bəs bunun üçün hara və necə müraciət etmək lazımdır? Neyini sana kişi? Dur ayağa. Deli olmuşsan nedir? Beni qatıya salma. Dur ayağa çık gel. Vətəndaş vəfat etdikdə təcili tibbi yardımdan ölüm haqqında arayış alınmalıdır. Həmin arayış vəfat edən şəxsin qeydiyyatda olduğu ərazidəki bələdiyyəyə təqdim olmalıdır və qurum dərhal 2 nəfərlik qəbir yeri ayırmalıdır. Əgər bələdiyyənizin ərazisindəki qəbirstanlıqda yer yoxdursa, siz digər bələdiyyələrə müraciət etməlisiniz. İstənilən halda heç kimə pul verməməlisiniz. Amma qəbirlərin qazılması və digər işlər vəfat edən şəxsin yaxınları tərəfindən icra olunmalıdır. Dediklərimiz qanun uydu. Reallıq isə fərqli ola bilər. Bəzi şəxslər qəbir yerlərini bazara çeviriblər. Bəs son mənzil bazarında qiymətlər necədir? Getdik qəbirstanlığa 20.000 pul çıxdı. Bir dənə qəbir üçün. Bizim bir qohumumuz var idi. Rəhmətə getdi, 25 milyon yeri satdılar. Mən deyirəm, ölsəm mən kim yer də götürəcək biabırçılıq. Deyirəm, ay Allah, heç olmasa bir pulumuz olsun ki, öləndə də bir vətdə bizi bastırsınlar. Yerli yer var ki, 5.000'e de verir. 10.000'e de verəm ben. Çekilin mani olmayın. Koyun ben adam kimi ölüm. Bir tane qəbir 6-7 min diye bu saat. Hele bu qəbrin yan yörəsi, üstünün yazısı, ayın tarixi, ay atacan bizi hara qoyub getmişsən, 15 mindən qutara bilməyəcəksən, düşürsən hə? Bəzən elə qiymət təklif olunur ki, canımızı torpağa tapşırmağa pulumuz çatmır. İstənilən halda qəbir yerlərinin satılması qanunsuzdur.